Salam dostlar, necəsiniz? Bugün mən yenə bağçamdayım. Çiçəklərimi sizinlə çəkib paylaşmaq istədim. Baxın dostlar, gözəlliklərə baxın. Bu da açmağa başlayır yeni. Bu da başlayıb. Hardasa bir 20 gün olar üstündədir. Belə çiçəkləri bağçada bəzək kimi əkmək çox gözəldir. Çünki üstündə çox qalır dostlar bu çiçəklər. Həddindən artıq çox qalır. Deyəsən buna kosmos çiçəyi deyirlər, dəqiq bilmirəm adım. Bu çiçəyi də mənim bir izləyicim soruşmuşdu. Sözün düzü bunun adını bilmirəm, amma çox bayılıram rənglərini. Bu da çoxdandır üstündədir belə. Bir tərəfdən tumurcuqluyur, bir tərəfdən açır. Baxın, üstü doldu tumurcuqla. Bir tərəfdən tumurcuqluyur, bir tərəfdən açır. Çox gözəldir, çox. Rənginə bayılıram. Bilmirəm indi adı nədir, amma ki sevirəm də. Adını bilməsək də sevirik. Sarı gül deyirəm mən bunlara. Gözəlliyinə bax ilahi, ya Rəbbil aləmin, ilahi gözəlliyə bax. Burada da yenə açır. Çox gözəl. Qara qızım açır. Rəngi gözəldir. Çiçəyinin rənginə baxın. Möhtəşəm. Bunu belə bağlamışam. Burada da reyhanlarım var. Burada da kaktusdu. Sardunyamda. Burada da belə qızıl güllərimdir. Açırlar. Belə qızıl güllərdir. Çox gözəldirlər. Çox maşallah. Burada da belə gülümüdür. Bundan idi. Oca bunlar toxumların bəzisini yığmışam. Çoxu toxuma durdu. Eləsə oldu, durmadı. Yığmışam. Burada da gecə gündüzdür. Bunların da toxumunu almışam. Bir ikisi qalıb. Onu da alıb sökəcəm. Burada da çox gözəl geranımın rəngi. Baxın, çiçəkli, bəzisinin çiçəkləri tökülür. Çoxdan qalıb külək. Həm də bağçada deyin, külək olanda biraz tökülür. Baxın rənginə. Rənginin gözəlliyinə, ya Rəbbil aləmin, sənə şükürlər olsun. Çox gözəldir, çox. Burada da ağ geranımdır. Güllər üstünə alır. Oh, gülün tikanı əlimə batdı. Bu gülün tikanı sarmaşıq gülündür bu. Dostlar, bunu o qədər ağrı oldu ki, bağlamışdım ora. İndi gərək yenidən çıxıb ora bağlamaq lazımdır. Yəni ki, açılıb tökülüb. Sonra buradan belə uzanıb deyən hamısı yerlərdədir. Gərək yığan bir yerə. Baxmaq lazımdır, əmək lazımdır. Burada da yenə qızıl gülüm. Çox gözəl də əsirləri var. Çox gözəldilər. Bir yandan açırlar, bir yandan qönçəliyirlər. Baxın necə gözəldir. Bax, sarmaşıq gülüm. O əlimə batdı. Gedib çıxıb yanına. Baxın, qönçədədirlər. Çoxu qönçədədir, maşallah. Yine akşamüstü külək başlayacaq bizdə. Dedim qoy payız güllərim də var. Onları çəkeyim, külək biraz yəqin ki güclü olacaq, pis eləyəcək. Keçən ildə mənim payız güllərim açmağa yaxın bir güclü yağışlar küləyi ilə başladı. Demək olar ki payız gülüm bir ildir gözləyirdim. Üstündə bircə gün heç qalmadı, bərbad günə saldı. İndi deyirəm kaş elə olmaya, heç olmasa bir doyuncan baxaq da üstündə qalsın. Onlar külək yağış vurmasa payız gülləri çox qalandı, üstündə çox qalır. Bunlar da qara yarpaqlı geranımdır. Baxın, almışdım, sizinlə paylaşmışdım short videosu. Baxın çiçəklərinin gözəlliyinə baxın, maşallah, maşallah. Bir maşallah qızalar. Üstü maşallah doludur çiçəylə, tumurcuqla. Burada gecə gündüz güllərimdir. Yenidən baxın, ikinci partiya bunları əkmişdim, yenidən açırlar. Açacaqlar indi axşamüstü. Burada da kazanyalarımdır. Bir tərəfdən tumurcuq qoyurlar, belə bir tərəfdən açırlar. Burada da sarı güllərimdir. Burada da var. Çoxdur.
Gözəllik, gözəllik. Burada da nar çiçəyi sardunyamdır. Çox gözəl rəngi var, çox. Mən bunları belə əzizləyirəm hər gün. Belə başlarına sığal çəkirəm, tumar çəkirəm. Çox gözəldirlər, çox. Burada da tumurcuğa durur, açır, maşallah. Havalar yaxşı olsa hələ açacaqlar. Çünki bunlar sərin havanı xoşlayırlar həddindən artıq. Payız gələndən sonra bunlar özlərinə gəldi. Sizlə paylaşmışdım nə günə düşmüşdü istilərdən. Payızdan sonra özlərinə gəliblər, dirçəliblər, başlayıblar qönçə qoyub açmağa. Burada da reyhanımdır. Reyhan. Ay Allah, nə gözəl qoxusu var ilahi. Sənə şükürlər olsun yaratdığın. Bu gözəllikləri bizə nəsib eləmişsən. Min şükür olsun sənə. Burada da bibərimdir. Burada da sardunyamdır. Renk-renk. Bunları toxumdan yetişdirmişəm. İndi gələk payız güllərinə dostlar. Baxın payız güllərim. Gözəlliyə baxın dostlar. O qədər də gözəl qoxusu var. Rənginin gözəlliyini. Çox sevirəm bu rəngi, çox. Həddindən artıq sevirəm. Maşallah, yeni açmağa başlayıblar. Görün, çıxarda biləcəm buradan. Aşağıda da biraz var. Onlar yerlərdədir deyən, qızıl gülün budağına sarmaşdırmışam ki, yerdə olmasın. Çox uzundular. Burada da bir qızıl gülümüz var. Burada da belə rəngdir dostlar. Baxın gözəlliyinə. Bu da yerdə idi. Bunu da bağladım. Çox uzundur boyu. Bunlar qısa xrizantemdən deyil. Bunlar uzun türündəndir. Bilirsiniz də xrizantemlərin qısa kol şəklində olanı var, uzunları var. Məndə demək olar ki, hamısı uzun xrizantemdir. Bunları məsələn keçmiş əvvəlki xrizantemlərdəndir. Baxın. Necə gözəldirlər, necə rəngin gözəlliyinə baxın. Maşallah olsun, maşallah. Dedim çəkim, həm də belə qalsın videomda xatirə kimi. Bunların da dünən dibinə yumurtanı əzdim, tökdüm, yumurta qabıqlarını belə əzib tökdüm ki, yaxşı olsun köklərinə. Gözəllik. Burada da pul çiçəyimdir, pul gülüm. Burada da atlasdır. Burada tumurcuğa durub. Başqa bir sardunyamdır. Bunu da toxumdan bu. Dipçəkdə gördüklərinizin hamısını toxumdan əkmişəm. Bazardan aldıqlarımın heç birini mən dipçəkdə saxlaya bilmədim. Onlara nə vitaminlər, nə bilim başlarına nə oyunlar açırlarsa, heç biri dipçəkdə məndə qalmır. Hamısı xərab olur, çürüyür, gedir. Amma bu toxumdan elədiklərimi özüm toxumdan təbii yolla əkmişəm deyən, bunlar dururlar, bunlar qalırlar. Ona görə məcbur oldum, toxuma keçdim. Baxın, necə gözəl, qəşəng tumurcuqları var. Burada da belə güllərin bir rəngi oji. Bunlarda adətdir də, bilənlər bilir. Birazdan bunlar yarpaqları çox saralır. Sonra buduyursan, yenilərini əkə bilərsən başqa qaba, dipçəyə. Bunların yarpaqları saralır, sonra yaz gələndə yenidən qəşəng pöhrəliyir, çıxır. Burada da belə gözəl dipçəkdə gülüm də açır bir ucdan. Burada da qalınşalarımdır. Bunlara da dünən qulluq eləmişəm. Kübrəli su verdim. Sonra yumurta qabıqları bunların da dibinə hamısını əlavə elədim. Torpaq az olanlara torpaq əlavə elədim. Baxın dostlar, dipçəklərinizdə, dipçək güllərinizə baxın. Su verdikcə torpaq çökür aşağı.
Ona görə də indi lap yeri düşür. Payızdır. Payız aylarından istifadə edin. Torpaqların dibçəklərinizin hamısını yoxlayın. Hansının ki torpağı azdır, onların üstünə torpaq əlavə edin. Gübrə əlavə edin ki gülləriniz daha yaxşı, kökləri möhkəmlənsin, yarpaqları çoxalsın, canlansın. Görürsünüz, maşallah, məndə kalançaların yarpaqları necə gözəldir, canlı. Bu da görürsünüz necə qəşəng görünür. Güllərin ləçəkləridir. Açıb tökülüb yerə. Gelim o bir bağçanın o bir üzündə çəkim. Kazanyan gözəlliyinə baxın. Əvvəl rəngi bir başqa idi. Bunu paylaşmışam sizinlə. İndi bir başqaya döndü. Özü çox qalır üstündə. Çox gözəldir. Burada da xına gülümdür. Yenidən əkmişdim. Başqa toxum. Yenidən belə havalar xoş keçdi. Yenidən çıxdı. Burada da belə payız gülümün bir başqa növüdür. Baxın, yavaş-yavaş açmağa başlayır. Bu başqa növüdür. Çox gözəl rəngi olur. Belə dillə demək mümkün deyil. Gərək rəngin görəsi. Bir çəhrayı fasonla ağın qarışığıdır. Açanda çox gözəl rəngi var. Çox sevirəm bunun da rəngini. Belə. Qoxusu da qəşəngdir. Bax, bir topa belə üzüm ağacının dibinə gəlib çıxıb. Bu tərəfdə əkmişdim. Torpağın altı ilə kökləri gəldi. Gördüm, yoxdur. Sonra bir ildən sonra gördüm buradan çıxıblar. Belə. Burada da yenə sarı güllərimdir. Bunlar dibçəkdə əkmişəm. Görək indi bu necə çıxacaq, bu dibçəkdə olanlardır. Bu da o üzümün yanındakı deyilib bura. Bax, bu güllərin toxumu belə olur dostlar, görürsünüz. Bax, belə olur. Bunu tam yetişəndə götürmək lazımdır. Götürməyəndə külək tökür yerəyə. Bu da yenə sarı güllərimdəndir. Maşallah, maşallah. Bunun gözəlliyinə baxın dostlar. Bunun rənginin gözəlliyinə baxın. Görün necə gözəldir. Baxın. Günə külək deyib. Axşamüstü külək başlamalıdır. Güllər pis günə qoyacaq. Külək olanda elə bilirəm ki, özüm olur. Narsan güllərə elə yazığım gəlir. Güllər mübarizə aparır küləklə, soyuqla. Bu da ağ payız gülümdür. Buna tomurcuqda da açacaq o şey. Biraz açıb. Qarğalar niyə belə eləyir görəsən? Qarğaların səsinə bax.
Tikanlı əncirim. Bu da maral boynuzu.